bir torpaq parçası, bəzən isə bayram, bəzən isə onun uğrunda canından keçən qəhrəman. Mənim qəhrəmanım Polad Həşimovdur. Polad Həşimov Azərbaycan ordusunun general-mayoru idi. O, hərbiçi olmaqla yanaşı, əsl vətənpərvər, dürüst və cəsur insan idi. Onun fərqli edən təkcə rütbəsi yox, əsgərlərinə olan qayğısı, ön cəbhədə döyüşən bir komandan olması idi. Polad Həşimov heç vaxt arxa cəbhədə dayanmadı. O, əsgərləri ilə birlikdə səngərdə oldu. Onların dərdini dinlədi, qorxularını paylaşdı hər zaman. Əsgərlərimi tək buraxmaram dedi. Son nəfəsinə kimi onların yanında oldu. 2020-ci ilin iyul ayında Tovuz istiqamətində erməni silahlı qüvvələrinin hücumu zamanı Polad Həşimov döyüş bölgəsində şəhid oldu. Onun şəhidliyi bütün Azərbaycan xalqını sarsıtdı. Amma eyni zamanda bizi bir yumruq kimi birləşdirdi. Şəhid general Polad Həşimov ölümündən sonra Azərbaycanın milli qəhrəman adına layiq görüldü. Onun adı artıq təkcə tarix kitablarında yox, xalqın qəlbində əbədi yaşayır. Bizim sinifimiz Polad Həşimovun adını daşıyır. Bu ad bizə hər gün xatırladır ki, düzgün, ədalətli və qorxmaz olmalıyıq. Dərslərimizə çalışqan, davranışımıza nümunə olmalıyıq. Çünki bu ad böyük məsuliyyətdir. O sinifdə dərs keçmək özü bir qürurdur. Polad Həşimov bizə öyrətdi ki, vətəni sevmək sözlə yox, əməl ilə sübut olunur. O canı ilə bunu sübut etdi. Mənim qəhrəmanım Polad Həşimovdur. Çünki o vətən üçün yaşadı, vətən üçün döyüşdü və vətən üçün şəhid oldu. Ruhun şad olsun qəhrəmanım, sənin yolun bizim yolumuzdur.